bu qədər insanın minməsi bir sual altındadır. 1 manatdan pul veririk, ayaqüstə gedirik. Pik vaxtı. Pik vaxtda qapı bağlanmamalıdır. Səhər Hövsandan bu tərəfə, axşam 28-dən üzə o tərəfə bu qaydada olur. Bakı Dəmiryol Vağzalının qarşısından Hövsan kəndi istiqaməti hərəkətdə olan 120E ekspres marşrut xəttində olan avtobuslarda pik saatlarda vəziyyət belədir. Sərnişinlər avtobusa minə bilmirlər və hətta belə qapıda sallanırlar. Saatlarla işdən gəlirik, yanırıq burada. Yorğun arğın gözləyirik ki, gələcək. O da ayaqüstə gedirik. 1 manatdan pul veririk, ayaqüstə gedirik. Harda görünür bu? Ekspres də özü güya. Bu avtobus niyə belə sıxlıqdır? Yəni ki, vaxtı-vaxtına gəlmir, yoxsa azdır? Pik vaxtı ona görə. İnterval nə qədərdir? İnterval 8 dəqiqə. Bəs xəttdə nə qədər avtobus var? Gün ərzində 10 dənə. 10 avtobus var və vəziyyət belədir, hə? Pik vaxtı. Başa düşürəm, pik vaxtı. Pik vaxtda qapı bağlanmamalıdır. Hansı avtobusu gözləyirsiniz? 120E-ni? Bəli. Buna minmədiniz, yer yox idi. Bəli. Burada hər gün vəziyyət belədir, yoxsa necə? Biz səhər üzü Hövsandan bu tərəfə, axşam da eyni qaydada 28-dən üzə o tərəfə bu qaydada olur. Əslində avtobusun ölçüsü balacadır. Günün pik saatlarında böyük olsa daha yaxşı olar. Bu qədər sərnişin günün pik saatında 120E avtobusunu gözləyirlər və o avtobusa gələndən sonra bu qədər insanın ondan minməsi belə sual altındadır. Səhər məxşum minə bilmirəm mən. 120-dən istifadə edirəm. Axşamdakı belə çətindir çox. Biraz böyük olsaydı avtobusumuz daha yaxşı olardı. Ayağım zədəlidir. Mən bu avtobusda ayaqüstə gedə bilmirəm. Artıq yerlər doldu. Artıq yerlərdə doldu. Gözləməm olacaq. Hər gün belə olur. Yəni interval nə qədər olur? Məsələn, sürücü deyir 8 dəqiqə. Çox olur, 20 dəqiqə. Yarım saat. Yalan deyir, bəli, yalan deyir. Deyəsən sizin belə gözləməyiniz çox çəkəcək. Neyniyək də? Neynəməliyik? Mən belə başa düşdüm ki, avtobus gələndə burada biraz zirəng olmalısan ki, tez minib yer tutmalı. Ya başqa çarə yoxdur. Elədir. Yer yoxdur. Minəcəksiniz yoxsa gözləyəsiniz? Gözləyəsiniz. Bu xəttə bu avtobuslar veriblər, o yolla əlaqədardır da. Sıxlıq olur, dönüb eləmək yox. Böyük şkaplı avtobuslar başqa geniş yollar üçündür, bunlar da bu yollar üçündür. Sərnişinlər avtobusun balaca olduğunu deyirlər. İndi nə olanımız budur. Məsələ ilə bağlı Bakubasdan bildirildi ki, Bakubas MMC-nin istismarında olan 120E nömrəli ekspres marşrut xətti üzrə sərnişin daşıma fəaliyyəti ümumilikdə 10 avtobusla təmin edilir və xətt üzrə 14 dəqiqəlik intervalla hərəkət həyata keçirilir. Monitorinq mərkəzinin son 3 günlük müşahidələrinə əsasən 120E nömrəli marşrut xətti üzrə avtobusların hərəkətində gecikmə halları qeydə alınmayıb. Bununla yanaşı, günün səhər və axşam pik saatlarında marşrutun keçdiyi Puşkin küçəsi və Afiyyətdin Cəlov küçəsində müşahidə edilən nəqliyyat sıxlığı avtobuslar arası intervallarda müvəqqəti artıma səbəb ola bilir. Məhdud məsuliyyətli cəmiyyət pik saatlarda yaranan intervallarla bağlı sərnişinlərdən anlayışlı olmalarını xahiş edib.